toy axşamı günü Həcc Salman qardaşımız var. 2 gün, 3 gün qardaşlar yatmadı. Ümumiyyətcə Həcc Ələkbər, Helium, toyun bəzək işlərinə. Yəni mən hələ birinci Həcc Salman dedi ki, qardaşım, gəl sənin üçün də bir dənə xeyir iş eləyək, vaxtdır. Dedim, ay qardaşım, mən yemək işindən, yəni başım çıxan adam deyiləm də, biraz elə bilib, qoy deyək, o barədə səhlənkaram. Dedi, qardaşım, hər şey mənlidir, sən bir dənə dəvət novu paylayıb cəmaatın qabağına çıxa bilərsən. Bunu hər dost edilmir, ha. Hələ dediyini mən eləmişəm, o da bütün dediklərini eləyib. 3 gün, 5 gün yatmayıb, yəni Həcc Salman qardaşım da onsuz da mənim, tanıyanlar tanıyır, neçə ildir bir yerdə. Yəni, vəfalı qardaşdır, vəfalı dostdur, mən də onun həmişə qulluğundayam. Toyu indi mən tək eləməmişəm, baxıb deyərlər Xosrov Təkcanı ilə bu boyda. Bizim kənddə xanım Zəhra Aşiqlər heyəti var. Onları bir vəsilə mənə başda Həcc Salman olmaqla, rəhbəri Həcc Fərhaddır, Həcc Salmandır. Onların dəstəyi ilə yəni bu şey olub.